Salamün əleykum və rəhmətullah. Bilirsiniz ki, Məhərrəm ayına bir neçə sayılı gün qalıb. Bu münasibətlə və həmçinin Ayətullah Seyid Əli Xamneyi ağanın şəhadəti münasibətilə hər birinizə başsağlığı veririk. Və bu gün inşallah Məhərrəm ayına necə hazırlaşmaq və bu ayda necə səmərəli istifadə etmək mövzusunda danışacağıq. Əziz qardaşım, Hüccətül İslam, Kərbəlayi İslam Cəlilovla. Kərbəlayi, xoş gəlmisən. Xoş gördük inşallah. Bismillahirrahmanirrahim. Səfi eşqə düzülənlər sənə qurban yaralı. Əli əldən üzülənlər sənə qurban yaralı. Mən də öz növbəmdə təsliyyət ərz eləyirəm və Allahdan istəyirəm ki, bizə güc qüvvət versin. Məhərrəm və Səfər ayından səmərəli şəkildə istifadə edə bilək. Allah bizi dünya və axirətdə Peyğəmbər və onun əhl-i beytindən ayrı salmasın. İlahi amin. Kərbəlayi, istəyirəm mövzuya belə başlayaq ki, insan Allaha yaxınlaşmaq üçün il ərzində olan xüsusi zamanlardan səmərəli şəkildə istifadə eləməli. Məxsusən bu zamanlar ki, Əhl-i Beytə məxsusdur. Ayətullah Məliki Təbrizi öz kitabında, Əl-Muraqabat kitabında ki, orada insan özündən necə muraqibət eləməlidir və insan özünü necə qorumalıdır o barədə danışır. Orada bir misal gətirir. Buyurur ki, zaman insanı Allaha yaxınlaşdıran dayanacaqlar. İndi burada bir misaldır ki, insan bir şəhərdən başqa bir şəhərə getmək istəyəndə yolda müxtəlif dayanacaqlar olur. Təbiidir ki, insan o dayanacaqlarla dayanır, istirahət eləyir, güc-qüvvət yığıb davam eləyir. Ağa burada bu misalı insanın həyatında olan bu zamanlara təşbih eləyir. Və biz də gərək bu zamanlardan həmin o dayanacaqlar kimi istifadə edək və səmərəli şəkildə istifadə edək ki, Allaha daha çox yaxınlaşa bilək. Bu barədə İmam Hüseyn əleyhissalamdan gözəl bir hədis var. Həzrət hədisdə belə buyurur ki: "Yəbnə Adəm, innəma əntə əyyam." Ey Adəm övladı, sən günlərdən təşkil olunmusan. Sən günlərdən ibarətsən. Yəni sən bu vücudu kərpiz və kərpiz tikirsən, uzaldırsan. Hədisin davamında Həzrət buyurur ki, "Kulləma məza yawmun zəhəbə ba'duk." Hər keçən gün sənin vücudundan bir hissə azalır. Zamanlar ki, itirmişik, bir daha geri qayıtmaz. Bəli. Yəni istəsək də biz o zamanı daha geri qaytara Qaytara bilmirik. bilməyəcəyik. Çünki keçib gedib. Bəli. Bir misal Qurani Kərimdən gətirək bu barədə. Allah Təbarək və Təala Əsr surəsində buyurur: "Əuzu billahi mineşşeytanirracim vel asr innel insane lefi xusr." And olsun əsrə, insan daima ziyan içində. Və davamında Allah belə buyurur: "İllellezine amenu və amilus salihat." Məgər o şəxslər ki, iman gətiriblər və əməli salih edir. İnsan əgər istəyirsə əməli salih etsin, təbiidir ki, bu zamanlardan düzgün istifadə eləməlidir, ta Allah istədiyi kimi yaşaya bilsin və əməli salih edənlərdən olsun. Bu fürsətlər barəsində Əli əleyhissalamdan gözəl bir hədis var. Nəhcül Bəlağənin 21-ci hikmətində ağa buyurur: "Əl-fursatu təmurru mərrəs-səhab. Fəntehizu furasal xeyr." Həzrət buyurur ki, fürsətlər bulud surəti ilə keçər. Buna görə də bu əlinizdə olan fürsəti qənimət bilin. Burada diqqət olunması bir dənə məqam var. O da budur ki, Həzrət misalında buluddan söhbət açır. Buludun sürətlə keçməsindən. Diqqətlə baxsaq görərik ki, buluddan da tez və sürətli keçən şeylər var. Məsələn, ildırım çaxması. Amma nəyə görə Həzrət bu misallardan yox, buluddan misal çəkir? Buna görədir ki, bulud səssiz keçir. Yəni insanın xəbəri olmur buludun keçməsindən. Bir də insan görür ki, qocalıb, ömür bitib, amma əli boşdur. Heç nə yoxdur əlində. Buna görə Həzrət buludu misal vurur. İstəyirəm alimlərimizin də bu mövzuda ki, insan zamanından necə istifadə eləməlidir ki, Allaha yaxınlaşsın. Bu mövzuda Əllamə Seyid Əli Qazi rəhmətullah əleyh belə buyurur: İnsan əgər istəyirsə xəyallardan və boş işlərdən azad olsun və Allaha tərəf yaxınlaşsın, iki yolu var. Biri Quranı oxumaq və Qurandan ünsiyyət tapmaqdır. İkincisi isə İmam Hüseyn əleyhissalama təvəssül eləmək. Burada təvəssül
biz baxırıq ki, bizim müxtəlif kitablarımızda və məxsusən Məfatihul Cinan kitabındakı bizim mötəbər dua kitablarımızdandır. Görürük ki, xas günlərdə, il ərzində olan xas günlərdə Fitr bayramı, Qurban bayramı, Qədir gecələri və sairə başqa il ərzində olan xas münasibətlərdə dualardan əlavə İmam Hüseyn əleyhissalamı ziyarət eləmək tövsiyə olunur. Ziyarət iki cürdür. 1. Yaxından olan ziyarət, 2. Uzaqdan olan ziyarət. Yaxşı olar ki, bəli, insan İmam Hüseyn əleyhissalamı ilə Kərbəlada ziyarət eləsin, öz mübarək qəbrində ziyarət eləsin. Amma bəzən ola bilər ki, insan Kərbəlaya gedə bilməsin. Yol uzaq olsun, maddi müşküllər, xəstəlik və başqa səbəblərə görə gedə bilməsin. Həzrəti yaxından ziyarət eləyə bilməsin. Yaxşı, onda nə etməlidir? Bunun da yolun Əhlibeyt bizə elhamdülillah öyrədibdir. Ki, bir salam həddində belə İmam Hüseyni yad eləyin. O sizin üçün elə inşallah ki, ziyarət savabındadır. Ki, mən bu barədə istəyirəm bir dənə hədis nəql eləyəm. İmam Sadiq əleyhissalam öz yaxın səhabəsi olan Sudeyr-i Seyrəfiyə buyurur ki, ey Sudeyr, sənə nə olub ki? Yəni, nə baş verib ki? Cümə günləri 5 dəfə, adi günlərdə 1 dəfə İmam Hüseyn əleyhissalamı ziyarət eləmir. Sudeyr deyir ki, mən təəccüb elədim və həzrətə ərz elədim ki, ağacan, İmam Hüseyn əleyhissalam qəbri Kərbəladadır, mənim yaşadığım yer Mədinədədir. Yəni, mənim qaldığım yerlə imamın qəbri arasında minlərlə fərsəx yol var. Necə ola bilər ki, mən həftədə 1 dəfə, 5 dəfə İmam Hüseyni yaxından ziyarət eləyəm? Ağa buyurur ki, əgər İmam Hüseyn əleyhissalamı ziyarət eləmək istəsən və qəbrinə əlin çatmasa, qəbrinə əlin yetişməsə, bir dənə uca bir yerə çıx, sağa sola nəzər elə bax, sonra üzünü səmaya tərəf doğrult. Üzünü Kərbəlaya çevir və həzrətə belə salam ərz elə. Əssalamu aleykə ya Əba Əbdillah, əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Həzrət buyurur ki, əgər bu cür desən, həzrətə bu cür salam versən, Allah sənə İmam Hüseynin bir ziyarətini yazar. Və bu ziyarətdə bir həccə və bir ümrəyə bərabərdir. Sudeyr deyir ki, mən bundan sonra gündə 10 dəfə bu işi yerinə yetirirdim, həzrəti ziyarət edirdim. Biz Allamə Qazinin sözündən ki, İmam Hüseyn əleyhissalama təvəssül eləməliyik və bu Allaha yaxınlaşmaq yollarından biridir. Burada ziyarətə işarə elədiniz və gördük ki, ziyarəti həm uzaqdan eləyə bilərik və yaxşı olar ki, Həzrəti Kərbəlada ziyarət edək. Və təvəssül yollarından biri də Həzrətə roza məclisi keçirtmək. Və bu roza məclisi elə deyil ki, bizim zamanımızda yaranıb, alimlərimiz düzəldib. Xeyr, belə bir şey yoxdur. Bizə Əhlibeytdən çatıb və onların sirəsidir ki, biz onu davam elətdiririk. Burada istəyirəm bir neçə hədisə işarə eləyim ki, İmam Sadiq əleyhissalamdandır və məclis keçirtmək barəsindədir. İmam Sadiq əleyhissalamdan nəql olunur ki, ağa buyurur, bir-birinizlə get-gəl edin, bizim əmrlərimizi xatırladın, diqqətiniz bizdə olsun və bizim əmrlərimizi məclislərdə və görüşlərinizdə diri saxlayın. Burada biz görürük ki, İmam Sadiq əleyhissalam məclis keçirtməyə tövsiyə edir bizim üçün. Başqa bir hədisdə, bu hədisi şəhid rəhbərimiz buyururdu. Hədis belədir, İmam Sadiq əleyhissalamdandır ki, Həzrət Fuzeylə belə buyurur. Təclisun və tuhəddisun, yəni bir yerdə əyləşirsiniz və bizim barəmizdə danışırsınız, bizdən söhbət edirsiniz. Ravi deyir, qalə nəam, buyurdu, bəli, cu'iltu fidak, canım sənə qurban olsun, İmam Sadiqə buyurur. Qalə əleyhissalam, innə tilkəl məcalisə uhibbuha. Ağa burada bir qəhərlənir və buyurur ki, qurban olum o qəlbə, yəni İmam Sadiqin qəlbinə. İmam Sadiq əleyhissalam buyurur ki, mən bu məclisləri çox istəyirəm. Bu məclislərdə ki, siz oturursunuz və bizim fəzilətimizdən danışırsınız, bizdən hədis nəql edirsiniz, mən bu məclisləri çox istəyirəm, sevirəm. Burada Kərbəlayı tək bizim məclis keçirtmək barəsində hədisimiz yoxdur. Və bundan əlavə biz imamlarımızın sirəsində görürük ki, onlar roza və şeir məclislərində roza və şeir oxutdurar. Bir hədis var İmam Sadiq əleyhissalamdan. Əbu Harun Məkfuf nəql eləyir ki,
zahirən gözləri də görmürmüş. Hədisdə belə gəlib ki, gözləri görmürmüş. Nəql edir ki, İmam Sadiq əleyhissalamın evinə getdim. Ağa mənə buyurdu ki, ey Əba Harun, İmam Hüseyn əleyhissalam haqqında yazdığın şeirlərdən oxu. Əbu Harun deyir ki, mən başladım şeir oxumağa, İmam Sadiq əleyhissalam ağlayırdı. Ta mən şeiri qutarana qədər. Şeirim ki qutardı, İmam belə buyurdu. Davam elə. Və mən başladım başqa bir qəsidə oxumağa. Əbu Harun burada işarə eləyir ki, o zaman ki mən şeir oxuyurdum və qəsidə oxuyurdum, İmam Sadiq əleyhissalam ailəsinə buyurmuşdu ki, pərdənin arxasında əyləşin və məclisdə iştirak edin. Əbu Harun deyir ki, mən o zaman ki şeir oxuyurdum, pərdənin arxasından ağlamaq və şivən səsləri gəlirdi. Və görürük ki, bizim məsumlarımızın sirəsində də çox açıq-aşkar görsənir ki, roza və şeir də olub. Hədisin davamı çox gözəldir. Deyir, məclis bitəndən sonra Həzrət Əbu Haruna belə buyurur. Ya Əba Harun, mən ənşədə fil Hüseyn əleyhissalam şeira. Deyir, ey Əba Harun, hər kəs Hüseyn ibn Əli barəsində bir dənə şeir oxuya. Fəbəka və əbka əşra. Ağlıya və 10 nəfəri ağlada. Kutibət ləhul cənnə. Cənnət ona vacib olar. Və mən ənşədə fil Hüseyni şeira. Hər kəs Hüseyn ibn Əli barəsində bir dənə şeir oxuya. Fəbəka və əbka xamsə. Ağlıya və 5 nəfəri ağlada. Kutibət ləhul cənnə. Cənnət ona vacib olar. Mən ənşədə fil Hüseyni şeira. Hər kəs Hüseyn ibn Əli barəsində bir dənə şeir oxuya. Fəbəka və əbka vahida. Ağlıya və bir nəfəri ağlada. Kutibət ləhuməl cənnə. Onların hər ikisinə cənnət vacib olar. Və hər kəs İmam Hüseyn əleyhissalamı yad eləyə və gözlərindən milçəyin qanadı qədər yaş gələ, onun savabı Allaha məxsusdur. Allahın öhdəsindədir. Və Allah deyir, o cənnətdən azına onun üçün razı olmaz. Yəni, onun ən az mükafatı elə cənnət var. Bəli. Kərbəlayı, biz bu hədisə diqqət eləyəndə məclisin necə böyük əhəmiyyət daşıdığını görürük. Əgər yadınıza gəlirsə, korona zamanı ki, ağır protokollar var idi ki, bir yerə toplaşmaq olmaz və qadağa idi. Şəhid rəhbərimiz, Allah ona rəhmət eləsin. Amin. O zaman məclisləri tətil eləmədi. Protokollara riayət elədi. Özü tək oturdu orada və fasilə ilə minbərə çıxırdılar, xutbə eləyirdilər. Rozaxan çıxırdı, roza və şeir oxuyurdu, amma məclisin tətil olmağına icazə vermədi. Və biz görürük ki, həm imamlarımızın sirəsindəki bizə çatdırır ki, bu məclislər necə böyük əhəmiyyət daşıyır və tətil eləməyin. Və həm də öz zamanımızda bunu görə bildik ki, şəhid rəhbərimiz heç vaxt qoymadı ki, İmam Hüseyn məclisi tətil olsun. Kərbəlayı, biz bura qədər bu nəticəyə çatdıq ki, insanı Allaha yaxınlaşdıran xas zamanlardan biri də Məhərrəm ayıdır. İndi bəzi tövsiyələr həm Əhl-i Beytdən və həm bəzi alimlərimizdən zəhmət olmasa deyərdiniz ki, əziz izləyicilərimiz də istifadə eləsinlər. İnşallah. Birin elə təbərrükən bir hədis oxuyaq İmam Rıza əleyhissalamdan, sonra inşallah alimlərin tövsiyələrindən, sirələrindən diqqətinizə çatdırarıq inşallah. Hədis İmam Rıza əleyhissalamdandır. Həzrət buyurur ki, atam İmam Kazım əleyhissalamın sirəsi, rəftarı Muharrəm ayında bu cür idi ki, Həzrət Muharrəm ayı daxil olanda qəm-qüssə ona hakim olardı və gülməzdi. Ta 10-cu günə qədər. 10-cu gündə isə ağanın qəm-qüssəsi daha da çoxalardı və ağlayardı və Həzrət buyurardı ki, bugün Hüseyn ibn Əli şəhid oldu. Yəni, bu qəm-qüssəsinin səbəbi də budur ki, Muharrəm ayı İmam Hüseynə məxsus aydır. Gərək biz də Əhl-i Beytin sirəsi bizə örnəkdir, bizə nümunədir. Gərək biz də az da olsa özümüzü onlara oxşada bilək, onların yolu ilə gedə bilək. Və istəyirəm bir neçə dənə də tövsiyə alimlərin həyatından, alimlərin tövsiyələrindən deyək. Birinci tövsiyə mərhum Ayətullah Şahabadinin tövsiyəsidir ki, ağa buyurur ki, 2 ay Muharrəm və Səfər ayını qara geyinin, qara rəhtə geyinin. Biz bu qara geyinməklə bir növ göstəririk ki, biz əzadayıq, biz fərq edirik.
Biz yasdayıq, biz əzadayıq, buna görə də gərək biz qara geyinək. Bu 2 aya xahişən diqqət eləyək ki, geyimimiz ən azı bir dənə qara köynək geyinək, bilinsin ki, biz Məhərrəm ayındayıq, əzalıyıq. İkinci tövsiyə Aşura ziyarətnaməsidir. Alimlər buyururlar ki, insan yaxşıdır ki, hər gün Aşura ziyarətnaməsini oxusun. İndi mən demirəm 100 salamla, 100 lənətlə oxusun. Amma ən azı gündə bir dəfə də olsa heç olmasa ziyarət Aşuranı oxusun. Və bu insanın həyatında bərəkət gətirər. İnşallah onu da bərəkətini də görəcəkdir zamanla. Növbəti bir tövsiyə budur ki, Ayətullahul Uzma Vahid Xorasani ağa, Allah salamat eləsin, buyurur ki, Məhərrəm ayı başlayandan ta Aşura gününə qədər gündə 100 dənə İxlas surəsini oxuyun, qiraət eləyin və Həzrətə hədiyyə edin. Onda görəcəksiniz ki, bu Məhərrəm ayı sizin üçün necə gözəl bir, fəzilətli bir şəkildə keçibdir. Yəni bunu hiss eləyəcəksiniz. Üçüncü tövsiyə budur ki, mərhum Ayətullah Müstəhidi Tehrani ağa buyurur ki, namazdan qabaq iqaməni deyəndən sonra bu işarə barmağı ilə Həzrətə bir salam verin. Sallallahu aləykə ya Əba Əbdillah, sallallahu aləykə və rəhmətullahi və bərəkatuhu. Ağa buyurur ki, kim bunu deyərsə, inşallah namazın o şirinliyin dadar. Yəni o gözəlliyin görəcək və deyir ki, bunu məndən xatirə olaraq saxlayın. Bunu məndən yadigar saxlayın. Ağa belə buyurur. Mən bunu ustadlardan birindən nəql edirəm. Buyurardı ki, gündəlik 1 dəqiqə İmam Hüseyn əleyhissalama roza. Bu insanın həyatına bərəkət verər. Onda siz görəcəksiniz bu əməllərin savabını. Məhərrəm ayı gözəl fürsətlərdən biridir. Bu qədər hədis oxuduq, bu qədər rəvayət dedik. Ən gözəl fürsətlərdən biridir. Heyfdir ki, insan bu ayda özünü İmam Hüseynə çatdıra bilməsin. İmam Hüseyn əleyhissalam hidayət çırağıdır, nicat gəmisidir. İmam Hüseyn əleyhissalam hamını hidayət eləmək istəyir. Yetər ki, insan o əlini uzada Həzrətə. Ki, Həzrət də bunu çəkib nicat versin, qurtarsın. Bu aylarda fürsətdir. Ona görə də bazardığımız qədər çox istifadə eləyək. İnşallah Allah güc qüvvət versin, bu ayda İmam Hüseynə layiqli əzadarlardan olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.